Astarada maşın dərədən aşıb, ölən və xəsarət alanlar var. Hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib. Belə ki, Astara rayonunun Niləşə kənd sakini Tərlan Eyvazov idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü Tərlan Eyvazov ölüb. Maşında sərnişin qismində olanlar 49 yaşlı Azər Rzayev, 46 yaşlı İbrahim Məmmədov və 46 yaşlı Nazim Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyəti daha ağır olan Azər Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.